Hər vaxtınız xeyir əziz tələbələr. Bugün sizə izah edəcəyim mövzu mürəkkəb tamamlıq, yəni kompleks obyektdir. Mürəkkəb tamamlıq nədir? Əvvəla onu başa düşək. Məsələn, bir neçə nümunə yazacağım bura. I want a book. I want to buy və ya I want to buy a book. Hər üçünə sual verək. Mən kitab istəyirəm, nə istəyirəm? Okey, bu tamamlıqdır. Mən almaq istəyirəm, nə istəyirəm? Bu da tamamlıqdır. I want to buy a book. Mən kitab almaq istəyirəm, nə istəyirəm? Bu da tamamlıqdır. Lakin bilmək lazımdır ki, bunların heç biri mürəkkəb tamamlıq deyil. Mürəkkəb tamamlıq olması üçün həm ismi hissə, həm də feil hissə olmalıdır. Bəzən tələbələr çaşırlar, bax, məhz bu hissəni mürəkkəb tamamlığı götürürlər, bu tipli cümlələri. Məsələn, buraxılış imtahanında testlər düşür ki, mürəkkəb tamamlığı olan cümləni seçin. Xeyr, bu mürəkkəb tamamlıq deyil. Həm ismi hissə olmalıdır, həm feil hissə. Baxın, deyə bilərsiniz ki, burada da həm ismi hissə var, həm feil hissə. Xeyr. İsmi hissə birinci gəlməlidir, sonra feil hissə gəlməlidir. Bax, o zaman olur mürəkkəb tamamlıq. Yazaq, I want him to buy a book. Mən ona kitab almaq istəyirəm. Mən onun kitab almağını istəyirəm. Baxın, bu şəkildə mürəkkəb tamamlıq hansı oldu? Baxın, bu mürəkkəb tamamlıqdır artıq. İsmi hissəsi və feil hissəsi. Deməli, ismi hissə birinci gəlməlidir, feil hissə ikinci. Bəs yaxşı, mürəkkəb tamamlığın ismi hissəsində nələr ola bilər? Mürəkkəb tamamlığın ismi hissəsində nələr ola bilməz? İlk öncə onu deyim. Bir ola bilməz şəxs əvəzliyi, heç vaxt. Bir də müstəqil istifadə olunan, daha doğrusu, aslı yerli əvəzlikləri, my, your, his, her və s. Bunlar heç vaxt, deməli, mürəkkəb tamamlığın ismi hissəsində heç vaxt ola bilməz. Heç bir halda. Yəni, gördünüz ki, variantlarda şəxs əvəzliyi var və ya bu şəkildə, deməli, aslı yerli əvəzliyi var, onları çıxmaq lazımdır. Bəs yaxşı, nələr ola bilər? I want. Məsələn, obyekt əvəzliyi ola bilər, gənclər. Sonra adam adı ola bilər və ya ismi birləşmələr ola bilər. Annanın bacısı və ya yenə əvəzi ilə bağlı bir şey yazıram. Okey, my olmasa belə, amma yanında isimlə işlənə bilər. Yuxarıda prosta isimsiz idi. My sizdə. Daha sonra nələr yaza bilərik? Məsələn, törəmə yaza bilərik. Baxın, bunlar istifadə oluna bilər ismi hissədə. Bəs yaxşı. Biz feil hissədən nələrə istifadə edə bilərik? Feil hissə ümumiyyətlə böləcək 3 qrupa. Birinci qrup feillərə nələr aiddir? Let və make. Let və make birinci qrup feillərdir. To-suz və ing-siz istifadə olunur. Özündən sonra gələn feil. Nümunə yazıram. Məsələn, belə bir şey yazaq. I let him go və ya yazıram I made him go. Let icazə vermək deməkdir. Mən onun getməyinə icazə verdim. Ya da I made him go, mən onu getməyə məcbur elədim. Deməli, let və make-dən sonra gələn feillərə baxın. To-suz və ing-siz. Bəzən tələbələr burada himi görüb düşünürlər ki, burada s yazaq. Xeyr, ola bilməz. Və ya burada, məsələn, made görüb, keçmiş zaman görüb düşünürlər ki, bunu da keçmiş yazaq. Xeyr, bu da ola bilməz. Demək, gənclər, bir mənalı şəkildə yadda saxlayaq ki, mürəkkəb tamamlığın feili hissəsi şəxsə və zamana görə dəyişə bilməz. Heç bir halda, məsələn, buradakı himdən və ya zamandan asılı olmayaraq. Məsələn, 2 il əvvəlin buraxılış imtahanında var idi. Tələbələr, bəziləri burada feili gördüyü üçün və ya cümlədə yesterday gördüyü üçün mürəkkəb tamamlığın feil hissəsini dəyişmişdi. Zamana görə və ya şəxsə görə. Olmaz. Zamana və şəxsə görə dəyişə bilən nitq hissəsi bizim xəbərimizdir. Mürəkkəb tamamlığın feil hissəsi yox. Make-lə bağlı biraz haşiyyə çıxacaq. Make-in buradakı mənası olacaq məcbur etmək. Əlbəttə, məcbur etmək deyirsə, söhbət burada nədən gedəcək? Bir canlıdan. Əgər make məcbur etmək mənasındadırsa, özündən sonra canlı gəlir və gələn feildə olacaq to-suz. Amma make əgər etmək, düz etmək, hazırlamaq və ya ifadə daxilində make an effort, məsələn, istifadə olunursa, bu zaman nə gələcək? Əlbəttə, cansız gələcək özündən sonra və gələn feildə to ilə olacaq. Yəni, məsələn, birinci qrupun içində make var deyə harada make görsəm, to-suz yazacağım deyə bir qayda yoxdur.
Gördünüz, tərcümə edə bilmirsiniz. Yəni make məcbur etmək mənasındadır, yoxsa etmək, düzəltmək mənasındadır. O zaman fikir verin özündən sonra gələn ismə. I make, deməli, I made him go və ya deyirəm ki, I made an effort to enter the university. Baxın gençlər, burada make-dən sonra gəldi canlı və yazdıq tuzsuz isim, feil, tuzsuz və əncisiz feil. Amma burada make-dən sonra gəldi cansız, bu zaman yazdıq tuğlu feil. Baxın, bu şəkildə make haqqında bir istisnamız var. Yaxşı, ikinci qrup feillər hansılardır? İkinci qrup feillərə aiddir see, observe, watch, feel, hear, notice. Bunlar isə ikinci qrup feillərdir. Ya tuzsuz işləməlidir, ya da ing ilə. Məsələn, deyirəm ki, I saw them play ya da playing. Mən onları oynayan gördüm. Baxın gençlər, so, yəni see, ikinci qrup feildir. Özündən sonra gələn feil necə olacaq? Tuzsuz və ya ing-siz. Mütləq şəkildə tuzsuz və ya ing-siz. Bununla bağlı bir haşaya çıxmaq istəyirəm ki, testlərdə səhv yazmayasınız. Məsələn, yazaq ki, Kate sees Jane. Kate sees Jane. Məsələn, plays və ya is playing. Və ya başqa bir nümunə yazıram. Kate saw Jane played və ya was playing. Bunlar ən çox tələbələri çaşdıran cümlələrdir ki, testlərdə trik olsun deyə verilir. Məsələn, burada tələbə görür ki, Kate var, sees təkdədir, Jane təkdədir. Yəni, düşünə bilər ki, hə, plays doğrudur, şəxsə görə dəyişməlidir, ya da is playing doğrudur. Ya da burada so-nu görüb düşünə bilər ki, keçmişdədir, mən də keçmiş yazım, played olsun, was playing olsun. Xeyr, hər ikisi səhvdir. Ola bilməz. Deməli, doğru versiya nədir? Az öncə də vurguladığım kimi. Mürəkkəb tamamlığın feili hissəsi şəxsə və zamana görə dəyişməməlidir. Doğru versiya istəyir so ilə olsun, istəyir si ilə olsun, fərqi yoxdur. Biz yazmalıyıq şəxsə zamana görə dəyişdirmədən. Play və ya playing. Bax, bu şəkildə. Bir də üçüncü qrup feillərimiz ki var. Üçüncü qrup feillərimiz isə mütləq to ilə işlənən feillər olmalıdır. Bu feillərə aiddir advise, allow, ask, expect, invite, order, remind, order, sonra want, wish, would like və s. Bunlar özündən sonra to qəbul edən feillərdir. Məsələn, elə yazdığımız nümunəyə fikir verək. Məsələn, I want him to buy a book. Deməli, burada fikir veriksə, əgər want birinci qrupun içində yox idi. Çünki birinci qrupda let və make-dir. Deməli, biri çıxırıq. İkinci qrupa baxırıq. Orada 6 feilin içərisində want yox idi. Deməli, bu da səhvdir. Onda üçüncü qrup feildir və üçüncü qrup feildirsə, bu zaman to ilə istifadə etmək lazımdır. Və istisnamıza, son istisnamıza baxaq. Deməli, burada biz az öncə dedik ki, birinci və ikinci qrup feillər to-suz, ing-siz istifadə olunur. Məsələn, make, məsələn, see. Amma bir istisnamız var ki, hər hansısa bir feil, fərqi yoxdur hansı qrup olmağından asılı olmayaraq, əgər məchul növdədirsə, özündən sonra participle to, yəni feilin üçüncü forması gəlməlidir. Məchul növ olduğunu hardan bilirik? Əgər to be plus V3 varsa, bu məchul növdür. Məchul növdən sonra istənilən feil to ilə işlənməlidir. Məsələn, nümunə yazaq. She was made to speak everything. Və ya yazaq ki, she was seen to play. Məsələn, baxın, make-də, see-də ikinci qrup feil, birinci qrup, ikinci qrup feillərdə to-suz işlənməlidirlər. Amma məchul olduğuna görə demək, biz yazdıq bu feilləri özündən sonra to ilə. İstənilən bir feil məchulda olduqda özündən sonra gələn feili to ilə qəbul edir. Let istisnadır, çünki let passive voice-də işlənir. Məchulda işlənə bilməz.